Bəli, yanımızda Mirsalam Abbaszadə Məhz Xəzər Futbol Liqasının 13-cü sezonda iştiraklarına görə, göstərdikləri şücaətə görə Lənkəran komandası təltif olunur. Təşəkkürnamə onlarda göstərildi Məhz kapitanın ifasında. Dəyər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. Daha xatırladacağım. 13-cü sezonun qrup oyunları günün son qarşılaşması Ultraslan və Lənkəran arasında oynanılır. Meydana sol tərəfdə ənənəvi formasında Ultraslanı, sağ tərəfdə isə Lənkəranı görürük. Biz hər iki komandaya uğurları arzu edirik. Güclü olan qalib olsun deyirik. İndirəm maraqlı və məhsuldar bir oyunun şahid olacaq. Zərbə. Şahin Xəlilov qola yaxınlaşdı, alınmadı. Qurban Ağayev. Ramil. Bəhnam Allah verənzadə. Kamran Quliyev. Aslan Laverdiyev. Orxan Ağazadə. Miryosif Həsənov. Orxan. Ötürmədə səhvə yol verdi. Korner. Bəhnamın zərbəsi keçmədi. Yarımsırqalan əmləni tamamlaması edilə. Paril orta meydanı tərk edir. Bəli. Oyundan öncə günə xas olaraq komandaların kapitanları 13-cü sezonda iştirak etdiklərinə görə, göstərdikləri şücaətə görə təşəkkürnamə ilə təltif olundular. Bu görüşdə də məhz Mirsalam Abbaszadə Lənkəran kapitanı təşəkkürnamə ona təqdim olundu. Eldar Əliyev orada elə məhz Mirsalamın qabağını kəsir. Qarşısını kəssə out. Ramil, Abbaszadə endirilən zərbə top qapının üzərinə meydanı tərk edir. Aslan, Miryosif Həsənov. Kamran Quliyev. Ötürməsi Şahin Xəlilov, zərbə Qurban Ağayev, təkrar həmlə və qol. Kamran Quliyev top qapıdan keçirir, hesab açır. 1-0. Ultraslan artıq öndədir. Görən Lənkəran rəqibə cavab verəcəkmi? Bəhnam Allah verənzadə. Aslan. Miryosif Həsənov. Orxan Ağazadə səmti dəyişdi, Aslanla oynadı. Ultraslan komandası fərqi 2 yüksəldirək daha rahat mübarizə aparmaq istəyir. Şahin Xəlilov. Miryosif Həsənov. Orxan. Ağazadənin ötürməsi Eldar Əliyev. Bəhnam Allah verənzadə.
Təhlilli oyun. Əkbərov Ramil topun arxasında. Mirsalam variantına görə ötürməklə mi başlayacaqlar, yoxsa qapıya zərbəm olacaq? Əkbərovun zərbəsi keçmədi, Eldar. Top meydan tərk etmir, devam etmək lazımdır. Kamran Quliyev, Orxan Ağazadə. Orxan topla bir qeydər elədi, Kamranı qatəmləyib. Quliyev ötürmə. Bənam olan Verənzadə, rəqibini qabaqlama bacardı. Mirsalam daban ötürməsi. Ramil. Yandaşı da var idi, Əkbərov. Geri qayıtma məcburiyyətinə qalır. Qurban Ağayev. Qurban. Lənkəran heyətində vəziyyətmə başdır. Əşrəfov Ramil meydanı tərk edir. Adil Qasımov artıq meydandadır. Etən oyun. Komandası adına görüşdə ən məhsuldar, ən sərras oyuncu məsə oydu. Xatırladım həmin görüşü. Görə bu görüşdə də qol vurmağa davam edəcəyim. Şahin Xəlilov. Xəlilov səmti dəyişmək istədalamadı. Mayl Ağayevin müdaxiləsi var idi. Adil Qasımov bir qədər izafi güclə istifadə edir sanki. Miryosif Əsənov. Aslan Alaverdiyev. Kamran Quliyev. Aslanla oynadı. Alaverdiyev. Ötürmədə səhvə yol verdi. Şahin Xəlilov Adil rəqimi təqib edirdi. Mayl Ağayev araya girdi. Əkbərov bitirmə keçmədi. Kamran Quliyev topu qazandırdı komandasına. Aslan bir qədər elədi. Eyni zinata Xəlilov. Xəlilov. Endirilən zərbə Qurban Ağayevdən. Kesit yoxdur. Adil Qasımov əksəmlə başladı. Adil Qasımov və gol! Peyğan Kərimov mərkəzi göstərir. Meydan daxil olmaz, fərqlənməyə bacarır. Adil Qasımov bir qədər əvvəl. Onun üçün vurğu etmişdim. Sanki o ifadələr də öz təsdiqini tapır. 1-1 hesab bərabərləşdi. Qartlar yenidən paylanır meydanda. Lənkəran 1. Ultraslan 1. Mərkəzdə doğru ötürmə. Orada Əkbərov müdaxiləsi vardı. Bəhnam Allahverənzadə. Aslan Alaverdiyev. Adil Qasımovun təzyiqi var. Miryosif Əsənov. Bəhnam açdı top. Qurban Ağayev. Adil özünü çatdırdı. Topu da meydanda saxlama bacardı. Allahverənzadə. Bitkisi Kamran Quliyev. Rəqibi cəzalandırmaq istəyirdi. Düşündüyü kimi istədiyi kimi alınmır. Adil. Əkbərov. Mirsalam Abbaszadə. Mirsalam. Miryosifin son anda bir toxunuşu var idi. Peyğan Kərimov da mənimlə həmfikirdir. Eldar Əliyev. Şahin Xəlilov. Mayl araya girdi. Adil Qasımov ötürmə. Əkbərov Ramil. Miryosif yaxın küncünü bağladı. Korner.
Kamran Quliyev. Şahin Xəlilov və gol! Şahin Xəlilov. Topu qapıdan keçirir. 2-1 Ultraslan yenidən öndədir. Qurban Ağayev səhvə yol verdi Kamran Quliyev. Gözlətmədən uzaq məsafədən zərbə indirdi, amma bəyanat müdaxiləsi var idi. Eldar Əliyev. Orxan Ağazadə. Orxan çevirdi. Eldar başla zərbə indirdi, həmçinin toxunuş var idi. Aslan. Orxan Ağazadə. Kamran Quliyev. İsmail Ağayev. İslamın ötürməsi Mirsalam. Lənkəran kapitanı Abbaszadə. Çevirdi rəqiblərin atəsindən Adil Qasımov. Program edə bilsəydi fərqli senarinin şahidi ola bilərdik. Adil Qasımov təzyiq etdi, qazandı. Son zərbədə Aslanın müdaxiləsi var idi. Əksəmlə isə göstərəcəklər Kamran Quliyev. Orxan Ağazadə. Gözlətmə ötürmə Eldar Əliyev. Çevrə bilmir, müdafiədə səhvə yol verirlər. Lənkəran oyuncuları. Adilin qarşısı kəsildi. Yusif Həsənov. Orxan, yerli ötürmə Şahin Xəlilov. Aslan. Mirsalan topladı. Yusif Həsənov. Mail Ağayev. Əkbərov. Ramil görə nə edəcək? Səncə dəyişmək istəyirdi, orada paralel doğru ötürmə vermək istəyirdi, alınmadı. Şahin Xəlilov yayındı rəqiblərindən Kamran Quliyev. Quliyev! Qapısının üzərinə zərbə indirdi, təkrar nəmlə. Orada cöhtlər. Aslan. Son zərbə ondan. Çox sağ ol, həmkarım. Spiker adam. Təşəkkürlər. Amma dəyişən bir şey yoxdur. Şahin Xəlilov. Eldar Əliyev. Eldar. Bəyanat müdaxiləsi var idi. Eldar. Qarşılıqlı mübarizə izləyir. Top meydan tərk etməyib. Xəlilov. Kamran Quliyev. Xəlilov. Yəni bir rəqibindən son müdaxilə Ramildən. Orxan Ağazadə. Aslan. Stop Ramildə meydan tərk edir. Out. Ultraslanın. Eldar Əliyev. Kamran Quliyev. Eldar. Orxanla oynadı Ağazadə. Adil Qasımov ötürməni xudara girdi, amma Qasımovun qarşısı kəsilir. Bu arada oyuncu dəyişikliyi var. Lənkəran heyətində Şəhriyar Əliyev artıq meydandadır. Məsələ kadrlarda onu görürük. O isə bərpa olacaq. Adil artıq ayağa qalxdı. Şəhriyar topla ilk təması. Lənkəran heyətində debüt edir Şəhriyar.
Malik Zeynalov texniki zonadan gəldi, meydana daxil olmaz fərqlənir. Eldar əvəzlədi, meydana daxil oldu və adını da fərqlilər siyasına yazdırdı. Hesab içində tabloda öz əksini tapacaq. 3-1'dir. Ultraslan 3-1 hesabı öndədir. Lənkəran önündə Malik. Bu arada Ceyhun Əliyev də meydana daxil oldu. Ultraslan heyətində Orxan Ağazadə əvəzləndi. Kamran Quliyev, Ceyhun tək toxunuşlu ötürmələr, Eldar. Yayında rəqibindən Eldar çevirdi. Ses toxuna bilmir. Aslan ünvana çatdı ötürmə. Ceyhun Əliyev, Mir Yusifəsənov, Kamran Quliyev. Diaqala doğru ötürmə Aslan, Malik Zeynalov. Zərbə Aslandan. Asfeklə top qapının üzərinə meydanı tərk edir. Fəqan Kərmov qapıdan zərbəni işarə edir. Mirsalam Abbaszadə. Mail Ağayev. Qurban Ağayev. Gel beni gel, orada defans taşısı. Gel topu götür gel. İkisi də son 7 dəqiqə. Eldar Əliyev. Rami bir qədər topla irəliləmişdi. Adaşı ilə oynadı. Əşrəfovun ötürməsində Əkbərov. Zərbə indirdi, amma alınmadı. Korner. Mir Yusifəsənov. Ceyhun. Taban ötürməsi Eldar. Özünü çatdırdı. Diaqala doğru Malik Zeynalov. Bəhnam daxil etməyə bacarır. Aslan. Ceyhun Əliyev. Bəhnam onun qarşısını kəsir. Mirsalam Abbaszadə sinəsilə saxladı. Malik üçün saxladı. Ceyhun Əliyev. Mir Yusifəsənov. Oynamıyor, gel demedi. Gel. Gel Afan gel. Eldar Əliyev. Gəlişirə zərbə Aslandan. Kamran Quliyev. Ceyhun Əliyev. Cezadan sonra birinci oyunu. Gel topla gel. Bu arada Ultraslan kapitanımız meydanda görük. Vasif Məmmədzadədir. Məsələ top oyundaydı. Xatırladaq ki, 5 oyunluq onun cəzası var idi. 5 oyun sonra meydanda görük onu. Cəzası bitib. Görə bugün yenidən cəzalanacaqmı yoxsa? Oyunlarda qaldığı yerdən davam edəcəkmi?
Bəlkə də Asif Məmmədzadəni vərəqə ilə birləşdirən bir nüansda formasında olan rənglərdir. Sarı, qırmızı vərəqələri çağrışdırır. Bəlkə də ona. Aslan Kamran Quliyev, Ceyhun Əliyev Kamrana çatmadı. Asif soyuqqanlıda geri götürmə Milyusif Həsənov. Malik Zeynalov, Milyusif Həsənov. Bu dəqiqələrdə temp yenidən bir qədər aşağı inib. Yavaş-yavaş ilk hissənin də sonlarına yaxınlaşırıq. 3 dəqiqə yarım vaxt qalıb ilk hissənin bitməsinə. Qurban Ağayev, Adil Qasımov komandası adına vurulan yeganə qolun müəllifidir. Qasımov bənamla oynadı. Allah verənzadə, Mirsalam Abbaszadə, Ramir, Adil Qasımov, Adil. Allah cəmlələr yayında rəqiblərindən ötürməsi Mirsalam Abbaszadə zərbə keçmədi. Aslandan blok gəldi, yarımçıq qalan əmlənib. Tamamlamaq istəyirdilər. Amma düşündüklər ki, alamadı Ceyhun. Ceyhunun zərbəsi Qurban Ağayev. Məsələ Ceyhunu bir qədər çaşbaş salma bacardı. Önəm istiqamətləndi, daha sonra geri qayıtdı. Bilmərəm, bunu indi bilərəkdən etdi, yoxsa səmsiz etdi. Amma birə-birdə rəqibini məyus etməyə bacarır nəticə etibarilə. Asif diaqana doğru ötürməyi vana çatdı. Malik Zeynalov Bənam özünü sipər edir. Kamran Quliyev, Ceyhun önə edəcək. Ceyhun ötürməsi Malik Zeynalov və gol! Malik Zeynalov dublunu rəsmiləşdirir. 4-1 oldu. Endirilən zərbə Kamran Quliyev. Ard-arda qollar izləyirik. Beş bir. Son bir. İkisi də son dəqiqə. Adil Qasımov. Adil. Aslan zərbə keçmədi. Bu ilk hissənin son epizodu oldu. Komandalar fasiləyə yolladı. Neçə ayrılmır fasilədən sonra yenidən bir yerdəyik.